Sonu ə ilə bitən mürəkkəb sözlərin feili bağlama yoxsa zərf olduğunu necə fərqləndirməliyik? Diqqət, izaha. Baxın, əgər biz a şəkilçisini feili bağlamanın digər araq şəkilçisi ilə əvəz edə biliriksə, bu zaman 100% feili bağlamadır. Nümunəyə baxaq. O qaça-qaça gəldi. O qaçaraq gəldi deyə bilirəm. Demək ki, bu feili bağlamadır. Gözündən gilə-gilə yaş gəlirdi. Gözündən gilərək yaş gəlir demək olarmı? Xeyr. Deməli, burada gilmək feili də yoxdur heç. Yəni, burada bir feili bağlama ola bilməz. Gilə-gilə yaş gəlirdi. Nə tərzdə? Demək ki, bu zərfdir. Dönə-dönə. Bunu artıq iki cür düşünə bilərik. Bir var ki, maşın dönə-dönə dayandı. Maşın dönərək dayana bilərmi? Bəli, dayana bilər. Demək ki, bu nümunədə dönmək feilindən bu feili bağlama əmələ gəlir. Dönərək dayandı. Bir də var deyirəm ki, mən bu məsələni ona dönə-dönə dedim. Dönərək mi dedim məsələni? Xeyr. Burada artıq dəfələrlə dedim mənasına gəlir. Olur kəmiyyət zərfi. Yəni, dönə-dönə sözünün işləndiyi məqamdan asılı olaraq həm kəmiyyət zərfi kimi, həm də feili bağlama kimi düşünmək olar. Daha sonra dama-dama sözü. Bir var deyirəm ki, yağış dama-dama hər yeri göl elədi. Burada damaraq feili var. Çünki dammaq feilindən damaraq deyə bilirəm. Yəni, suyun damması, yağışın damması olar. Burada olur dammaq feilindən dama-dama feili bağlama. Bir də var deyirəm ki, dama-dama dəftər aldım. Burada damaraq dəftər aldım. Xeyr, necə dəftər aldım? Dama-dama. Yəni, siz də verilən nümunələrdə A-anı araqla əvəz eləyin, əvəz oluna bilirsə feili bağlama, oluna bilmirsə zərfdir. Bizim dərslərimizə qoşulmaq üçün ekranın bu hissəsindəki 055 418 82 02 nömrəsi ilə bizə yaza bilərsiniz.